12 kanallı EKG cihazımızdır, yəni ürək kardioqramma cihazımızdır bizim. Mən digər modelləri sizə izah eləmişəm. Bunun da çətin bir modeli yoxdur. Ekranında sadə, təzə pasiyent açmaq, köhnə pasiyentin məlumatlarına baxmaq bu tip şeylərdir. Qoşulması çox sadədir. Bunun EKG-nin kağızıdır, bu hissələrində olur və məlumatlar çap olunur bunun vasitəsilə. Yerdə qalanlar bizim power kabelimizdir. Cihazımız həm power kabellə işləyir, həm də power kabelsiz, yəni bateriya rejimi də var özünün. Həmçinin digər cihazlarda olduğu kimi bunu da kompüterlə əlaqələndirmək olur və zazimleniya kabelidir bu. Yəni burada gördüyümüz cihaz digər EKG-lərdən sadəcə kanallarının sayına görə fərqlənir. Mən bunu açıram sadəcə sizə göstərmək üçün. Bu hissəsi aparata birləşir. Aparatın keçid yerini göstərim sizə. Bizə dəqiqə bu hissədədir. Gördüyünüz kimi. Bura keçirdirik. Bu zazimleniya hissəsidir, power kabel hissəsidir. USB hissələri də buradadır. Deməli, bu hissəni aparata keçiririk. 10 dənə kanalımız var. 6 dənə. Bunlar pasiyentin bədəninə yapışır. Mən sadəcə belə göstərim sizə. Bu qaydada və üzərinə kanallardan birini keçirdirik. 6-sı da pasiyentin bədənində olur. Həkimlər bilirlər bunu pasiyentin hansı hissəsinə. Daha çox ürək nahiyəsi, yəni döş qəfəsinin altına və üstünə yerləşdirirlər. Daha çox indi həkimlər daha yaxşı biləcək. Bu texniklərin işi deyil. Bağlayıb qoyuruq yerinə. 6 dənə bu. 4 dənə isə dediyim kimi qollara və ayaqlara keçirilir. Bunu açın vaxt göstərim sizə. Bu qaydada keçirilir və qırağından da bizim şnurun, kabelin keçmək üçün yeri var.